1994-cü ildə atəşkəsin imzalanmasının səhv olduğunu iddia edənlər vəziyyətdə dərindən bələd deyildilər. Deyirlər ki, niyə döyüşləri dayandırdınız? Yaxşı, əgər dayandırmasaydıq, Bakıya qədər irəliləyib. Azərbaycan rəhbərliyini girov götürülüb, onlara deyəcəkdik ki, tanıyın. Yeni Sabah, Azqlobalifo Azaistin adına məlumat verir ki, bu fikirləri Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan Ermənistan Universitetində tələbə və müəllimlərlə görüşü vaxtı 1994-cü il mayın 12-də Azərbaycanla imzalanmış atəşkəs haqda danışarkən bildirib. Onun sözlərinə görə əsas məsələ hərbi əməliyyatlar zamanı ərazi ələ keçirmək deyil. Çünki həmin torpaqları saxlamaq və qorumaq üçün sonradan ciddi imkanlara malik olmaq lazımdır. Biz o vaxt cəbhə xəttini 2-3 dəfə genişləndirib onu müdafiə edə biləcək gücdə idikmi? Əlbəttə ki, xeyr. Sarkisyan əlavə edib ki, həmin sənədə Dağlıq Qarabağın nümayəndəsi də imza atmışdı və Azərbaycan xüsusən aprel döyüşlərindən sonra bu reallığı sıradan çıxarmağa başladı. 2021-ci il parlament seçkiləri ərəfəsində bildirmişdim ki, sensasiyalı bir səs yazısı yayımlayacağam. Hər kəs bunu səbirsizliklə gözləyirdi. İstəyirəm, ancaq insanların 99%-i elə düşünürdü ki, hansısa porno material yayımlayacağam. Halbuki mən ciddi və mühüm bir məsələni gündəmə gətirirdim. Həmin səs yazısında o şəxs deyirdi, mən özümü dəli yerinə qoyacağam ki, danışıqları davam etdirim. Əlavə edək ki, Sarkisyan həmin səs yazısını 2021-ci ildə yayımlamış, bu material yerli və xarici mediada geniş şəkildə işıqlandırılmışdı. O bildirmişdi ki, bu səs yazısı Paşinyanın danışıqları dalana dirəməkdə aktiv rol oynadığını göstərir. Bununla belə, səs yazısının tam versiyasının yayımlanıb, yayımlanmadığı haqda hələ də müəyyən suallar qalır.